Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir. Bakı şəhəri Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsi. Ərazini izah edeyim sizə. Deməli, bir tərəfi Ceyhun Hacıbəyli, bir tərəfi Mirəli Qaşqar. Buradan 28 may metrosuna yaxınlığındadır. Koroğlu Parkı, Koala Parkı, Zooparka 10 dəqiqəlik maksimum piyada məsafədə, yəni tam şəhərin mərkəzidir. Ərazi bina olaraq Zoopark, Koala Parkı, Koroğlu Parkı, aşağı tərəf Mirəli Qaşqay, 28 may metrosu. Buradan düşürsünüz, hər yerə yaxındır. Təbriz küçəsinə yaxındır, Nərmanovaya yaxındır, şəhərin mərkəzinə doğru bu tərəfə 28 may tərəfə yaxındır. Hər bir tərəfə yaxın olan bir ərazidə 16 mərtəbəli bir kompleks binadır, möhtəşəm bir binada. 10-cu mərtəbəsində 132 kvadrat yeni təmirli və bir gündə belə olsun yaşayış olmamış qanuni 3 otaqlı mənzilimiz satışa çıxdı. Gəlin sizə proyekti izah edeyim, sonra qaydağım mənzilə. Elə giriş qapısından başlayaq. Sonra təmir dizaynından danışacağım sizə. Hansı keyfiyyətdə, hansı materiallar işlənib, hamısını göstərəcəm, otaq-otaq gəzəcəyim mənzilimizi. Giriş qapısı, sağ tərəfdə qardırob mebeli, onları göstərəcəm sizə, təmirdən danışacağım. Mətbəx, çox geniş kvadrat şəkildə mətbəximiz qalıb. İçində istəsəz 6 nəfər, 8 nəfərlik masa qoya bilərsiniz. Burada yerləşir bir yataq otağı, böyük kvadrat şəkildə, qonaq otağı 30 kvadratdan böyükdür və əsas yataq otağı daxilində hamam otağı var və ümumi sanitar qovşağı çox geniş də bir burada hamam otağı qalıb. Gəlin elə giriş qapısından yenə başlayaq. Giriş qapısı dəyişdirilib, ən keyfiyyətli giriş qapısından istifadə olunub. Girən kimi sağ tərəfdə mənzilə daxil olan elektriklər burada cəmlənib, qardırob mebeli tam patolka kimi yığılıb, klassik stildə təmir olub mənzilimiz. Abo işləmələr də var, travert işləmələrimiz də var, püskürtmə emulsiyalarımız da var. Harada qranit görürsünüzsə, xol hissəsi hal-hazırda qranitdir, isti döşəmədir. Patolok işləmələrimiz də var, spot və gizli işıqlar. Mənzildə ağ rənglə çox istifadə olunub, çox işıqlı mənzildir. Hələ xol hissəsidir. Özünüz görürsünüz, yəni videoda bilməm necə görsənir. Ancaq tam ağ və işıqlı bir mənzildir. Gözəl tablolarımız asılıb buralar və elə göstərdiyim kimi də gəlin gəzək. Bir də burada gözümə görsəndə deməli, burada istəsəz televizorda qoya bilərsiniz. Bir çıxış, elektrik kutusu, internet çıxış burada qoyulub. Mətbəxə daxil olaq. Xol hissəsindəki qranitlər burada da davam eləyir. Buranın da polları isti poldur. Mətbəx mebeli tam boy, tavan hündürlüyünə kimi yığılıb və soyuducudan başqa bütün tavoy texnika qoyulub. Üstü tökmə mərmər, sinəliklər qranitdən, hamısı qaz peçi, aspirator, paltarlayan, qablayan və sobalar hamısı qoyulub. Bir soyuducu qalıb burada, soyuducunu özünüz alacaqsınız. Mətbəxdə daxil olmaqla bütün otaqlarda kondisionerlər var. Masa üçün burada böyük bir yer qalıb. 6-8 nəfərlik tam geniş burada yer qalıb. Burada deməli stol-stul yerləşdirə bilərsiniz. Gəlin davam eləyək gəzər mənzilimizi. Ümumi sanitar qovşağı. Gəlin bunu mən sizə yaxından göstərim özüm. Deməli, sanitar qovşağına daxil olduq, divar içi unitazdan istifadə olunub, moydadır, güzgü, oystiklo patologlardan böyük duşkabin qalıb burada. Divar içi duş aksesuarları çox keyfiyyətli, fərqli teksturada kafel və qranitlərdən istifadə olunub. Böyük şulkası da kimi hamısı düzgün, bütün aksesuarlar düzgün quraşdırılıb, çox da gözəl havalanma sisteminə kimi hamısı düzgün quraşdırılıb və belə bir ümumi sanitar qovşağımız var. Uşaq yataq otağı. Burada yumuşaq dəstlər hamısı quraşdırılıb. Deməli, otaqlar hamısı hazır laklı bambuk parketdir. Yumuşaq dəstlər quraşdırılıb, arxası parça işləmələr və tavan hündürlüyünə kimi qardırob mebeli və yumuşaq dəstlərin arxasında yerləşdirilib. Üzbəz yenində çıxış, internet çıxış, elektrik kutuları hamısı düzgün qoyulub. Patolog işləmlərimizdə var. Spot, düstur, tam asılı vəziyyətdə. Qarşısında pərdələr tam asılı vəziyyətdə. Buradan da eyvana çıxışımız var. Mənzilin qarşısı tam açıqdır və deməli Portbakuya kimi, dənizə kimi dəniz panoraması da az da olsa, yəni
çox az deyil. Yəni normal dəniz panoraması var. Gəlib, yəni əyanı baş keçdiyi zaman görəcəksiniz. Gəlin qonaq otağını göstərim sizə, sonra keçərik əsas yataq otağına. 30 kvadratdan böyük qonaq otağımız qalıb kvadrat şəkildə. Gəlin bir küncə çəkilim. Qonaq otağının ölçüsünü tam görək. Belə tam yel çəkəndi mənzilimiz. Deməli baxır gün batan tərəfə və əsas otaqlar baxır gün çıxan və cənub tərəfə. Binanın duruşu eləncə idi. Burada polları hazırlıqlı bambuk parket, patolog işləmələrimizdə var. Spot, gizli işıq, lüstrlar tamaslı vəziyyətdədir. Mebelləri bura istədiyiniz kimi dizayn edə bilərsiniz. Ancaq burada bir şey var. Twistentin yeri gözəl yığılıb qarşısında stolsunuz və o küncdə böyük, yenə də 6-8-10 nəfərlik də böyük 12 nəfərlik də masa yerləşdirə bilərsiniz. Twistent arxası mərmər effektli Venesiya boyası, belə bir şkaflar yığılıb, çıxış, internet çıxış, elektrik kutuları düzgün qoyulub və buradan da uşaq yataq otağından daxil olduğunuz eyvana çıxış var. Qonaq otağından da həmin eyvana çıxış var. Yenə də gəlin gəzəyin. Sonuncu valideyn otağını göstərim sizə. Kifayət qədər geniş, içində rahat hərəkət eləyə biləcəyiniz bir əsas yataq otağı qalıb. Buranda mebellər hamısı quraşdırılıb. Yenə də qeyd etdiyim kimi bütün otaqlarda kondisionerlərimiz var, patolog işləmlərimizdə var, spot, gizli işıq, lüstrlar tamaslı vəziyyətdə, pollar hazırlıqlı, bambuk parket, mebelləri özünüz görürsünüz və bu tərəfdən də göstərə zəhmət olmasa. Divar içi, yenə də tavan hündürlüyünə kimi qardırov mebelimiz yığılıb, meykab orada qoyulub, taxt və üzbəz yerində elektrik kutuları, TV çıxış, internet çıxış hamısı düzgün quraşdırılıb, istilik sistemimiz kombidir. Bütün otaqlarda radiatorlar var və harada qranit görürsə oralarda istif oldu. Gəlin bu otağın da ümumi sanitar qoşağın göstərim sizə. Deməli, yenə də burada fərqli teksturada qranitlər üzbəüz moydadır. Divar içi üzr istəyirəm, unitaz, havalandırma sistemi, duş aksesuarları və burada işıqlı güzgümüz var. Kifayət qədər genişlik, içində rahat hərəkət eləmək olur. Belə. Gəlin, xol hissəsinə ümumi məlumat da verim sizə mənzil barədə. Mənzil yerləşir Ceyhun Hacıbəyli küçəsi və Mirəli Qaşqar küçələrinin kəsişməsində. Zoopark, Koroğlu Parkı 28 may metrolarının tən ortasında çox gözəl bir yerdədir. Ərazi olaraq gözəl də bir binadadır. 16 mərtəbəli kompleks şəklində binadır, bağlı kompleksdir. Yeraltı parkingi, altında marketləri, təhlükəsizlik, kontingent, hər şey öz yerindədir. Bu mənzilin start olaraq qiyməti 470 min manatdır. Yəni, gözəl də mərkəzdə 3 otaqlı qiyməti, gözəl də qiymət təyin olunub və hələ də endirim olacaq. Gəlin ev sahibi ilə sizi görüşdürüm. Növbət çəkilişlərdə görüşərik. Sağ olun.